Salam xanımlar, hər vaxtınız xeyir olsun. Öz şəxsi səhifəmizdən promokodun verilməsini sizə başa salmaq istəyirəm. Bunun üçün şəxsi səhifəyə keçid alırıq. Burada Оформить zakaz bölməsinə keçirik. Burada zakaz usluqayanı basırıq. Və neçə manatlıq promokod istəyiriksə onu qeyd edirik. Məsələn, 3 manat da verə bilərik. Maksimum məbləğ olmalıdır 30 manatlıq və yaxud da 9 manat vermək istəyiriksə məbləğimiz olmalıdır 45 manatlıq və yaxud da 15 manat vermək istəyiriksə məbləğimiz olmalıdır. Baxın, burada yenə də 45 manatlıq, 60 manatlıq vermək istəyiriksə 30 manat vermək istəyiriksə məbləğimiz olmalıdır yenə 45 manatdan yuxarı. Belə, yəni buradan üzərindən almaq üzərindən basırıq. Bax, buradan basırıq. Burada yenə də almaq üzərindən basırıq. Bu bizə təsdiqimizi deyir ki, bəli, almaq üzərindən basırıq. Və burada məndə göstərir ki, sənin deməli, sənin balansında 10 manat 16 qəpik çatmır ki, o 30 manatın 20 manatı mənim şəxsi maaşımdan silinəcək. Yerdə qalan 10 manat 16 qəpiyi mən balansıma yerləşdirməliyəm ki, 30 manatlıq promokodu alıb, promokodu mən öz məsləhətçimə hədiyyə edim. Tutaq ki, indi mənim balansımda pul yoxdur. Promokodu alandan sonra yenə də adam işarəsinin üzərindən bax, buradan basırıq. Bir dəqiqə. Baxın, buradan basırıq, adam işarəsinə toxunuruq. Burada gəlirik promokodlar bölməsinə. Keçid alırıq. Promokodlar bölməsində bizim aldığımız promokod burada yaşıl yox, mavi rəngində olacaq. Çünki hələ biz onu istifadə etməmişik. Alandan sonra, baxın, burada bu promokodu kopyalayacağıq. Kimi ki, hədiyyə etmək istəyirik, həmin məsləhətçinin şəxsi kabinetinə daxil olub, ən aşağı yerə düşüb, burada həmin o promokodu yazıb təsdiq düyməsini basırıq.